Salam əziz və mehriban həmkəndlilərimiz, internet vasitəsilə həmvətənlərimizi hər bir kəsi salamlayıram. Sizlərə uzun ömür, can sağlığı. Vətəndə olanda Nehrəm kəndində Mehraz qardaşın şəhidlər üçün yaratdığı evində şəhidlərimizin muzeyində oldum. Mehraz qardaşa istədim internet vasitəsilə təşəkkürümü ümumi Azərbaycan xalqı adından bildirim. Həqiqətən vətən sevən, şəhidini sevən, şəhidinə dəyər verməyi bacaran bir insan öz həyatında şəhidlərimiz üçün muzey yaradıb. Mən də orada ziyarətdə olanda ürəyimdən geçdi kəndimizin də şəhidlərinin şəklini eləməz. Mehraz qardaşın yaratdığı sərgidə, muzeydə olmasını arzuladım. Sağ olsun kəndimizin sevimlisi, mənim yaxın dostum, bütün işlərdə yanımda olan, öz dəstəyini görməyə bacaran insan, şəhidlər üçün gördüyümüz işlərə hər zaman yanımda dəstək olan Kərbəlayı Siyavuş qardaşın dəstəyi ilə şəhidlərimizin şəkilləri, portretləri Naxçıvan şəhərində, Nehrəm kəndində Qartal ləqəbi ilə yaşayan Mehraz qardaşıma göndərdi. Sağ olsun, o da öz sərgisində, muzeyində bizim şəhidlərimizin də şəkillərini paylaşım elədi. Allah razı olsun, Allah şəhidlərimizə rəhmət eləsin. Bu gözəl günü bizə yaşadan şəhidlərimizə bir daha Allahdan rəhmət diləyirik. Allah dövlətimizin başçısını var eləsin, uzun ömür, can sağlığı. Sevimli prezidentimizin gözəl siyasəti ilə əsgərlərimizin gözəl əməyi ilə işğal olunmuş torpaqlar tam azad edildi 44 gündən. Buna da şükür. Allah min şükür ki torpaqlarımız azad oldu. Mən bir vətən sevən insan kimi hər ildə bir dəfə könüllü Şuşanı, Qarabağı, azad olunmuş torpaqları ziyarət eləməyi özümə borc bilmişəm. Hər ildə gedirəm, gedəcəyəm də. Allah nə qədər ömür verirsə, o ömrü elə hər zaman Şuşanı ziyarət eləməyə gedəcəyəm. Sağ olsun, Dəstək kənd cəmaatı dəstəyi ilə böyük bir kəndimizdə şəhidlərin adı qəlbimizdə yaşasın deyə 4600 kvadrat metr məsafədə Şəhidlər Bulağı, Şəhidlər Parkı saldı. Rayonumuzun 64 şəhidinin şəkli həmin Şəhidlər Bulağında mərmərdən dərc edildi. Sağ olsun kəndimizin dəyərli insanları, hamı bir nəfər kimi dəstək oldu. Sahədə 4000-ə yaxın ağac əkilib, kəndimizdə gözəl bir sözümüz var. Hərəyə bir ağac əkər, şəhidlərin ruhu şad olsun, vətənimiz sevinsin deyə hərə bir ağac əkir. Həmin Şəhidlər Bulağında məqsədimiz nə oldu? Məqsədimiz olub ki, əskərliyə yola gedən balalarımızı sağ-salamat gedib gəlsinlər. Şəhidlər Bulağından yola salırıq, Şəhidlər Bulağında qarşılayırıq. Milli, dini bayramlarımızı Şəhidlər Bulağında qeyd edirik, Zəfər bayramını qeyd edirik. Bütün bayramlarımızı gözəl insanlarla bərabər Şəhidlər Bulağında qeyd edirik. Şəhidlər Bulağında kəndimizin hər bir vətəndaşın, hər bir insanın əməyi olub, hamı amin deyib. Sağ olsun, rayon icra nümayəndəsi Rəcəb müəllimə də təşəkkür edirik. İnternet vasitəsilə tez-tez Şəhidlər Bulağını ziyarət eləməyə gəlir, öz göstərişlərini verir. Biz də amin deyirik. Həqiqətən də Rəcəb müəllimə dəyər qiymət vermək hər birimizin borcudur. Səmimi bir insan, xalqla tez-tez kəndimizdə, bütün kəndlərdə görüşür, öz ürək sözlərin, fikrin cəmaata çatdırır. Biz də bir həmvətən kimi kəndimizi çox sevirik, həqiqətən çox sevirik, kəndimiz gözəldir. Kəndimizin xeyirxah, xeyriyyəçi iş adamları hər zaman biz görülən işlərə amin deyirlər. Hər zaman dövlət də bizim gördüyümüz işləri dəstəkləyir, amin deyir, yanımızda olur. Rayon icra nümayəndəsinə və kəndimizin icra nümayəndəsinə, bələdiyyə Tofiq müəllimə təşəkkür edirik, Mehdi müəllimə təşəkkür edirik. Həqiqətən görülən işlərdə bizlərə dəstək olub. İstərdim bütün Respublikanın Naxçıvanımıza gələn qonaqlar, rayonumuza gələn qonaqlar elə kəndimizdə, Dəstək kəndində yaradılmış Şəhidlər Bulağını ziyarət eləsinlər. Hərəyə bir ağac aksiyasında da iştirak eləsək daha gözəl olar.
Bir daha isterdim bu video vasıtasıyla Nehrəmli dostumuz, yaxın, vətənpərvər bir insan Mehraz qardaşa təşəkkür edim ki, bütün Azərbaycan şəhidləri ilə bərabər kəndimizin də şəhidlərin öz yaratdığı, həyatında yaratdığı muzeydə canlandırdı. Təşəkkür edirəm. Allah əsgərlərimizi qorusun, sağ-salamat evlərinə gətirsin, hərbi xidmətində xidmət edən vallarımızı qorusun, şəhidlərimizə bir daha rəhmət eləsin. Kəndimizin 14 qəhrəmanı var, 14-ünün biri dünyasını dəyişib, Rövşən Nağıyev. Allah rəhmət eləsin, onun üçün də salamat uğurlar arzulayıram. Hal-hazırda elə hamısı hərbi xidmətlərin davam edir, uğurları bol olsun. Dəstə kəndi adından hər bir kəsə təşəkkürlər. Buyurun, gəlin. Ünvanımız Ordubad rayon Dəstə kəndi Şəhidlər Bulağı. Hər bir vətəndaş üçün qapımız açıq. Şəhidlər Bulağının 5 qapısı var. İstənilən insan gözəl bir ideyanı həyata keçirmək istəsə, buyursun, Şəhidlər Bulağında istədiyi iş görə bilər. Allah razı olsun, Allah dövlətimizi qorusun, bayrağımız daha yüksəklərdə dalğalansın.